Beyinlərinizi dəyişin, beyinlərimizi dəyişməyə ehtiyac var. Xüsusilə futbol mövzusunda beyinlər dəyişməlidir. Bax, bu mesajları Qurban Qurbanov verib. O, son mətbuat konfransında Antalya toplanışı öncəsi insanlarda olan bir mentalitetdən söz açıb. Hara gedirəmsə, hər kəs futboldan danışır, hər kəs mənə nəsə öyrətməyə, öz bildiyini yeritməyə çalışır. Bax, belə mesajlar verib. Söhbətə belə başlayırlar. Sən bizdən daha yaxşı bilərsən. Amma sonra yenə niyə onu dəyişdin, niyə bunu oynatdın, niyə onu oynatmadın söhbətləri ortaya çıxır. Demək olar, hər kəs bu barədə, bax, belə düşüncədə olur. Hər kəs özünü daha fərqli göstərmək üçün, daha fərqli düşüncəsi olduğunu göstərmək üçün, əslində sən bizdən daha yaxşı bilirsən, sən peşəkarsan, biz də peşəkarıq, bu mövzuda sənə irad tuta bilmərik kimi yanaşırlar. Amma sonradan yenə özlərini tuta bilməyib bu mövzuda mənə ağıl öyrətməyə çalışırlar. Dediyi sözlərdə bax, bu mesajlar var. Yalnız yaxınlarım 3-4 nəfər, ən yaxın adamlarım var ki, onlar məni başa düşür, məni dəstəkləyir və ümumiyyətlə bu söhbətlərdən uzaq tutmağa çalışırlar. Bu söhbətlər həqiqətən bəzən məni yorur. Qurban Qurbanov az qala Qarabağın Ajaxla oyunundan sonra özü və Nərimanla bağlı olan tənqidləri az qala hər kəsin danışdığı bax, bu ifadələrə, bu sözlərə belə bir yanaşma göstərib, belə bir yanaşma ortaya qoyub. O mətbuat konfransında futbol mənasında başqa vacib açıqlamalar da verib. Ancaq həm bu, həm də digər bir mövzu var ki, artıq həmin söhbətləri ikinci plana atır. Futbol mövzusunu ikinci plana atır. Bunlardan biri də menecerlərlə bağlıdır. Qurban Qurbanov menecerlərin əlindən bezdiyini bildirib, futbolçularımı gecələndirirlər, futbolçularımın ağıllarını aparırlar, güya futbolçularıma, hətta xüsusilə yerli futbolçularıma kömək etmək istəyirlər, amma əslində onların işi, məqsədi işbazlıqdır. Onlar özlərini belə göstərmək istəyir və komandada vəziyyəti qarışdırırlar. Menecerlərin əlindən bezmişəm. Bir sözlə, bax, belə bir mesaj verir.